Onlayn biznes qurmaq istəyirsiniz, amma hardan başlayacağınızı heç cür müəyyən edə bilmirsiniz. Yəqin ki, bu iki adı tez-tez eşidirsiniz. Dropshipping və affiliate marketing. Gəlin bugün bu iki modelində dərinliklərinə enək və görək sizin üçün hansı daha uyğundur. Sosial mediada hər yerdə qarşımıza çıxır, deyilmi? Oturduğun yerdən pul qazan vədləri. Amma gəlin səmimi olaq, reallıq heç də həmişə elə olmur. Əsas sual budur. Bu iki məşhur onlayn biznes modelindən hansı sizin hədəflərinizə, büdcənizə və hətta xarakterinizə daha çox uyğundur? Gəlin bunu birlikdə aydınlaşdıraq. Yaxşı, gəlin birinci dropshippinglə başlayaq. Bu modeli əslində rəqəmsal bir vasitəçi kimi düşünə bilərsiniz. Yəni, siz dükanın vitrinini idarə edirsiniz, amma ambar və çatdırılma tamamilə başqasının işidir. Bunu daha sadə dildə desək, siz öz onlayn mağazanızı yaradırsınız, məhsulları ora yerləşdirirsiniz, amma heç birini fiziki olaraq almırsınız, yəni evinizdə ambar yığmırsınız. Bir müştəri sizdən nəsə alanda, siz sadəcə sifarişi təchizatçıya ötürürsünüz. Bütün o qablaşdırma, çatdırılma işini onlar sizin yerinizə həll edir. Baxın, proses necə işləyir? Hər şey müştərinin sizin saytda sifariş verməsi ilə başlayır. Bu baş verən kimi, siz arxa planda təchizatçıya xəbər verirsiniz və o da məhsulu birbaşa müştərinin ünvanına göndərir. Yəni, siz bu prosesdə bir növ orkestrin dirijorusuz. Hər şeyi idarə edirsiniz, amma alətlərdə başqaları ifa edir. Gəlin bu axını bir də addım-addım nəzərdən keçirək. Birinci addım, müştəri sifarişi verir. İkinci addım, siz bu sifarişi təchizatçıya ötürürsünüz. Və üçüncü, son addım, təchizatçı məhsulu qablaşdırıb birbaşa müştəriyə yollayır. Siz bu prosesdə məhsula heç əlinizi belə vurmursunuz. Yaxşı, bəs bu modelin cəlbedici və riskli tərəfləri nələrdir? Ən böyük üstünlüyü şübhəsiz ki, aşağı riskdir. Böyük bir sərmayə qoymursunuz, ambar xərciniz yoxdur. Amma bu rahatlığın bir bədəli var. Qazancınız daha az olur, çatdırılmaya nəzarət edə bilmirsiniz və ən əsası, bütün müştəri şikayətləri, sualları birbaşa sizə gəlir. Aşağı başlanğıc xərci deyəndə nəyi nəzərdə tuturuq? Baxın, mənbələrə görə Shopify kimi bir platformada bir dropshipping mağazası qurmaq üçün təxminən $200 civarında bir büdcə real bir başlanğıc ola bilər. Bu məbləğə platforma abunəliyi, domen adı və ilkin reklam xərcləri kimi şeylər daxildir. İndi isə gəlin ikinci modelə keçək. Affiliate marketing. Bu modeldə siz artıq satıcı deyilsiniz, daha çox rəqəmsal bir təbliğatçı və ya məsləhətçi rolunu oynayırsınız. Heç bir dostunuza yaxşı bir filmi və ya ləzzətli yeməyə olan restorana məsləhət görmüsünüz? Affiliate marketing əslində eyni ilə bunun rəqəmsal versiyasıdır. Siz sevdiyiniz və güvəndiyiniz bir məhsulu öz auditoriyanıza tövsiyə edirsiniz. Onlar sizin paylaşdığınız xüsusi link vasitəsilə həmin məhsulu alanda isə şirkət sizə təşəkkür əlaməti olaraq kiçik bir komissiya ödəyir. Bəs bu proses necə işləyir? Təsəvvür edin ki, bir film tənqidçisiz. Filmi izləyirsiniz, haqqında gözəl bir rəy yazırsınız və insanlara bilet almaq üçün bir link verirsiniz. Deməli, birinci addımda proqrama qoşulub öz unikal linkinizi alırsınız. Sonra bu linki məzmununuza, məsələn blog yazınıza ya videonuza yerləşdirirsiniz. Kimsə o linkə klikləyib alış-veriş edən kimi, sistem bunu görür və sizə komissiya hesablanır. Bu qədər sadə. Bu modelin ən böyük üstünlüyü nədir? Heç bir əməliyyatla, yəni müştəri xidməti, ambar, çatdırılma kimi işlərlə başınızı ağrıtmırsınız. Başlamaq üçün demək olar ki, heç bir pul lazım deyil. Amma bütün biznesiniz bir şeyin üzərində qurulur. Etibar. Əgər auditoriyanız sizə güvənmirsə, gəlir də olmayacaq. Üstəlik, tövsiyə etdiyiniz məhsulun keyfiyyətinə və ya qiymətinə sizin birbaşa nəzarətiniz yoxdur. Yaxşı, hər iki modeli ayrı-ayrılıqda başa düşdük. İndi isə gəlin onları birbaşa müqayisə edək və aradakı əsas fərqləri aydın şəkildə görək. Gəlin əsas fərqlərə baxaq. Rolunuz tamamilə fərqlidir. Dropshippingdə siz bir mağaza sahibisiz, affiliate marketingdə isə məzmun yaradan bir təbliğatçı. Pul qazanmağınız da fərqlidir. Birində satışdan əldə etdiyiniz mənfəət, digərində isə sadəcə komissiya. Ən böyük çətinliklər isə budur. Dropshippingdə təchizatçı və müştəri məsələləri, affiliate marketingdə isə sizə güvənən bir auditoriya qurmaq. Xərcləri gəldikdə isə, gördüyümüz kimi, affiliate marketingə başlamaq daha az büdcə tələb edir. Sonda isə gələk ən vacib məsələyə. Bu modellərdən heç biri asan pul qazanmaq üçün bir sehirli çubuq deyil. Gəlin o məşhur pasiv gəlir arxasında dayanan real zəhməti anlayaq. Bilirsiniz, ən vacib məqam budur. Nə dropshipping, nə də affiliate marketing bir uğur formuludur. Onlar sadəcə bir alətdir. Əsl uğur sizin düşüncə tərzinizdən asılıdır. Problemləri həll etməyə, dayanmadan öyrənməyə və müştəriyə dəyər verməyə fokuslanmış bir sahibkar kimi düşünməlisiniz. Bu olmadan ən yaxşı alət belə işə yaramayacaq. Bəs uğurun açarları nədir? Birincisi, marketing. SEO, sosial media, reklamlar, bunlar hər iki modelin yanacağıdır.
Sonra dəyər yaratmaq. Auditoriyanıza həqiqətən faydalı bir şey təklif etməlisiniz. Düzgün sahəni seçmək, etibar qurmaq və bəlkə də ən vacibi, səbirli olmaq və hər səhvdən, hər uğursuzluqdan bir dərs çıxarmaq. Bu təməl olmadan heç bir bina ucalmaz. Beləliklə, yekunda seçiminizi hansı daha asandır deyə etməyin. Bunun əvəzinə özünüzdən soruşun. Mən müştəri xidmətləri və təchizatçı idarəçiliyi kimi problemləri həll etməyi sevirəm, yoxsa məzmun yaradıb insanlarla etibar əlaqəsi qurmaq çətinliyini? Cavabınız sizi doğru yola yönləndirəcək.